Bir neçə gün bundan qabaq sosial şəbəkələrdə sınaq qruplarında yer alan bir sualı paylaşmışdıq. Sualı əlbəttə ki, düz yazanlar olsa da, amma çox böyük bir qism yanlış cavab vermişdi. Gəlin sualın izahına baxaq. Sualda cədvələ əsasən uyğunsuzluğu tapmağımız tələb olunur. Birinci fikirdə şagird kommunal xərclərin artma səbəbini müəyyənləşdirməlidir və artma səbəbini müəyyənləşdirmək üçün o 3 ayın qəbzlərini araşdırır, cihazların enerji sərfiyyatlarını bir-birindən qarşılaşdırır. Bu zaman praktik yox, analitik təfəkkürdən istifadə edəcək. Niyə? Problemin parçalanması, hissələrə bölmək, bir problemin səbəbini tapmaq üçün burada göstərildiyi kimi 3 ayın qəbzlərini araşdırmaq, cihazların bir-birdə enerji sərfiyyatını bilmək üçün araşdırmaq üçün mütləq şagird analitik təfəkkürdən istifadə edəcək. Yanlış qabağına doğru yazıb bizim cavabımızdır. Çünki bizdən məhz uyğunsuzluq tələb olunur. İkinci fikirdə şagird fizika dərsində dövrə qanunlarından birini öyrənir və evdə xarab olan lampanı təmir edir. Ki burada produktiv təfəkkür yanlış fikirdir. Çünki burada şagird praktik təfəkkürdən istifadə edəcək. Nəyə görə? Çünki nəzəri biliklərini real problemlərlə əlaqələndirərək problemi anındaca həll etmək üçün bizə praktik təfəkkür lazımdır. Yanlış, qabağına yanlış yazıb. Uyğunluq bizim cavabımız deyil. Gəldi üçüncü fikrə. Üçüncü situasiyada şagird iki fərqli mənbəni araşdırır və döyüşlər haqqında ziddiyyətli məlumatlar var. Və şagird bu məqamda ziddiyyətlərin səbəbini müəyyənləşdirmək üçün mənbə müəlliflərinin siyasi maraqları ilə əlaqələndirir. Yəni bir növ iki ziddiyyətli məqamı müəyyənləşdirmək üçün bu mənbəni yazan müəllifin hansı siyasi maraqları olduğunu və bu mənbələrdən hansının etibarlı olduğunu müəyyənləşdirmək üçün bir prosesə cəlb olunur və qiymətləndirmə işi aparılır. Əlbəttə ki, burada şagird məlumat toplayacaq, düzgün məlumatları, obyektiv məlumatları seçəcək ki, burada tənqid təfəkkür varmı? Əlbəttə var. Qabağına doğru yazıb, uyğunluq bizim cavabımız deyil. Gəldik dördüncü fikrə. Ailənin gələcək 5 illik maliyyə hədəfləri üçün şagird inflyasiya risklərini və alternativ investisiya alətlərini birləşdirən fərdi maliyyə yol xəritəsi tərtib edir. Bu tapşırıqda, əlbəttə ki, bir tapşırıqda şagird bir neçə təfəkkürdən istifadə edə bilər. Eləcə də bu tapşırıqda da şagird bir neçə təfəkkür növündən istifadə edir və onlardan biri də məhz abstrakt təfəkkürdür. Nəyə görə abstrakt? Abstrakt mücərrəd, yəni şagird olmayan bir şeylər haqqında düşünə bilir və şagird 5 illik maliyyə hədəfləri üçün bir inflyasiya risklərini müəyyənləşdirirsə, 5 il hələ olmayıb. Demək ki, şagird olmayacaq bir şeylər haqqında düşünməsi, onunla bağlı müəyyən qərarlar verməsi üçün abstrakt təfəkkür tələb olunurmu? Tələb olunur. Doğru fikirdir, qabağına yanlış yazıb və uyğunsuzluq bizim cavabımız. Demək ki, bizim doğru cavabımız D variantıdır. İmtahana tam hazır olmaq üçün bu tipli və daha maraqlı suallar görmək istəyirsinizsə, sınaq qruplarımıza qoşulun.